Bugün 26 fevral, Xocalı soyqırımının 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən bu faciə Azərbaycanın tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunub. Hadisə nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirilib. Minlərlə sakin yaralanıb, əsir və girov götürülüb. Xocalı faciəsi yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı olan ağır bir insanlıq cinayətidir. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan ordusunun rəşayəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. 1992-ci il fevralın 26-sında Xocalıda soyqırıma məruz qalan soydaşlarımız Azərbaycan ərazi bütövlüyü, xalqımızın milli azadlıq uğrunda apardığı haqq mübarizəsinin şəhidləridir. Onların əziz xatirəsini ehtiramla yad edir. Ruhları qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.